Çox önəmli bir sualımız var. Litosfer tavalar haqqında doğru ifadələri müəyyən edin. Antarktida litosfer tavasında yalnız materik tipli litosfer, daha doğrusu yer qabığına rast gəlinir. Xeyr, bütün materikləri deyə bilərik ki, həm materik, həm okean tipli yer qabığına malikdir. Bir dənə sakit okean, ancaq okean tiplidir. Ərəbistan isə yalnız materik tipli yer qabığıdır. Afrika və sakit okean litosfer tavaları 4 yarımkürədə yerləşir. Afrika və sakit okean, bəli, 4 yarımkürədə yerləşir. 2 doğrudur. Vulkanik mənşəli adalar həm divergent, həm konvergentdə, bəli, divergent ayrılma və konvergent sərhəddə də rast gəlinə bilər. 2-3. Ant dağları litosfer tavalarının konvergent, Atlas divergent. Xeyr, hər ikisi toqquşma zonası da, ona görə götürə bilmərik. Litosfer tavalarının müxtəlif istiqamətlərdə hərəkəti tektonik proseslərlə bağlıdır. Tamamilə doğrudur. 2-3-5 doğru cavabımızdır. Və qədim platformalar litosfer tavalarının mərkəzində, cavanlar isə konvergentdə. Xeyr, qədim də cavan da platforma hissəsində yerləşir. Biz bilirik ki, ümumiyyətcə platformada nə konvergentdə yerləşə bilməz, nə divergentdə, yəni tektonik proseslərdən tamamilə kənarda yerləşir. Cavabımız A variantı olacaq.